Biz hardayıq? Biz indi hal-hazırda Polad Əşimov küçəsindəyik. Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin. Azərbaycanın fəxri, Azərbaycanın oğlu, generalı, onun adına olan ərazidəyik. Hal-hazırda bu evimiz satışa çıxarılıbdır. Evimiz 2 otaqdan ibarətdir. Qonaq otağı, yataq otağı. Bir də mətbəx. Zəhmət olmasa birinci yataqdan başlayaq qonaq. Burada bir dənə yataq otağını çəkək. Əziz izləyicilərimiz, yataq otağımız, belə geniş yataq otağımız var. Əladır yataq otağımız. Birbaşa balkona çıxır. Bir dənə zəhmət olmasa. Balkonumuz da balkondur ya, bir istiqaməti. Nicat bəy, əşyalar qalır da bu. Əşyalar qalır, bəli. Müştərinin öz istəyindən dedi ki, əşyaları saxlayıram. Alan şəxslər bununla bağlı problem yoxdur, köməkli göstərə bilərdi. Bir dənə qonaq otağında zəhmət olmasa çək. Maşallah olsun, qonaq otağı da genişdir ya. Maşallah. Maşallah genişdir. Bez balkondur da yəni, belə deyək. Birbaşa balkona. Həm balkonu, həm də. Biraz nəyə ehtiyacı var? Yüngül. Yüngül var, xıdmani. Əlvan şpaklıqla yağla. Döşə geçsin, bir balaca təmirə ehtiyacı var. Yüngül təmirə ehtiyacı var. O, bir dənə mahnı var, deyilir, qudamaya qudam. Bax, o əziz qudalara deyiləm, əziz qudalarımız. Bax, o dediyimiz açışıb ev almaq istəyirsiniz ha. Bir qız tərəf, oğlan tərəf. Bayra o tərəf, bu tərəfdir. Xətayla ərazisindədir. Xətayla ərazisində yoldan 30 metr. Çox yox. Mərkəzi yoldur da 30 metr. Mərkəzi yol, birbaşa akademiyanın yanıdır. Elə uşaqdır, böyüdü, gördün təmbəlliyi, elə buradan göndər akademiya, orada oxuyacaq. Orada oxudacaq. Tamam, sağ yer zəhmət olmasa. Oradadır, buradadır. Bu sağ yerdir. Hamam sağlıcı. Tamam, sağ yerdir, mən nə deyirəm? Bu da sanitar qovşağıdır. Əladır, pis deyil, normaldır, dəyər. Keçirik mətbəximiz. Mətbəximiz yenə dediyim kimi. Birbaşa balkona çıxır, yataq otağında birbaşa balkona çıxır. Arkada eşək bir dənə xudmani bağımız var. Alan şəxslərə, ev yəsinə dedi. Biz sənə nə dedi? Nə dedi? Qardaş, onu da verirəm. O, nəyi verirəm? Bir də onu da verirəm, onda bir dənə su çəni var, onu da verirəm. O. Hə. Əladır da ya, deyir əncir ağacı var ha. Əncir ağacı özə cahil ağacdır ha, yəni insanı gəncləşdirən ağacdır. Deyir onu da verirəm. Karbonu alır, oksigeni buraxır. Bəh. Rastı bax, başa düşdür. Bəh. Yəni əziz izləyicilərimiz, istəyirsən burada əkin becərlər. Bax, o üçün də sənin üçün şərait var. Mətbəx mebeli. Almısan, quraşdırmaq istəyirsən, problem yoxdur. Onlarla bağlı əməkdaşlarımız var. Bir də elə əlaqə nömrəmizi qeyd edirsən, orada sil. Əziz izləyicilərimiz, yenidən deyirəm. Əlaqə nömrəmiz 077 127 03 93. Sonra TikTok səhifəmiz Emin Əmlakçı 01, Əmlakçı Niko 093. Daima əlaqə saxlayın. YouTube'da, WhatsApp kanalında belə deyək də, üzr istəyirəm, kanalizasiya deyəcəkdim, kanal deyəcəkdim, WhatsApp kanalında. Sonra TikTok'da, Instagram'da, sosial şəbəkələrin hamısında var. Allah satana da, alana da xeyir versin. Əlaqə saxlayın, köməkliyi göstərək. Yenə də deyirəm, 077 127 03 93. Var olun.